Bismillahi ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Allahümme inna nes'aluke ilmen nafi'an ve rızkan tayyiben ve amelen mutekabbela. Allahümme iftah aleyna futuhal arifin ve cealna minellezine yeteallamun ve yentefi'un ve yenfa'un el-akhirin ve la tecealna minel gafilin vel cahilin. Amin ya rabbel alemin. Amma ba'd. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli Müslüman bazı ve kardeşlerim. Deməli, günümüzde daha önce de qeyd etdiyim kimi Allah'ın dininde biler bilmez danışan insanların sayı oldukça çoxalıb. Herkes İslam dini hakkında danışır ve herkes bu dini tənqid etmeye çalışır. Allah'ı ayıplamağa, esasen de Allah'ın olmadığını ve Muhammed sallallahu aleyhi ve sellemin bir yalancı olduğunu, Kur'an'ın da şəxslər tərəfindən yazıldığını bir çox insanlar yani yani özlerini elmə nisbət edən elmli yani bir insan kimi gösteren şəxslər bu cür tənqidlər yönəldirlər İslam'a ve Müslümanlara. Tabii ki de en başta da Allah'ın özünə, Peyğəmbərin sallallahu aleyhi ve sellemin özünə ve Kur'an-ı Kerim'e. Ateistlerin demek olar ki sayı olduqca çoxalıb. Adam bilmir hansının adını çəksin. Ama ümumən onlar hamısı eyni fikri deyirlər. Bir çox terminler var ki, felsefi terminler. O terminlerin üzerinden yola düşerek ümumən insanların, xüsusən də müsəlmanların ağıllarını qarışdırmağa çalışırlar. Allah'ın izniyle onların getirdiği şüphelere həmin o terminler üzerinden açıklamalar vererek onların şüphelerini yerlə bir edeceğim ki insanlar ümumən ister Müslüman olsun, ister Müslüman olmasın, hakkı aktaranlar, hakkı bilmek isteyenler, yaxud da artık bu doğru yolda olanlar, onların getirdikleri şüphelere aldanıp, yani eğer doğru yoldadırlarsa doğru yoldan uzaq düşməsinlər, yox eğer doğru yolu axtarırlarsa, bilmək istəyirlərsə, yani olduqları yoldan yani çıxıb, uzaqlaşıb, daha da bir içindən çıxa bilməyəcəkləri zəlalət bir yoluna girməsinlər. Ateistlerin getirdikleri şüphelerden biri de budur ki, ateistler böyle bir şüphe, boş bir iddia irəli sürürlər. Deyirlər ki, metafizik yanaşma empirik olmadığı için etibarsızdır. Metafizik yanaşma empirik olmadığı için etibarsızdır. Tabii ki bu bir şüphedir ve bu şüpheni anlamak için ilk önce
Metafizik yanaşma ne demektir? Empirik yanaşma ne demektir? Bunu anlamak lazımdır. Bunlar felsefi bir terminlerdir. Bunları anlamak lazımdır ki öncelikle bu ateistlerin bu şüphelerini de yani hem cevap verebilir hem de ki karşı taraf ateistlerin ne demek istediğini daha yaxşı başa düşsün ki o şüphenin içine düşebilmesinler, düşmesinler. Metafizika varlığın, kainatın ve təbiətin fiziki hüdudlardan kənar tərəflərini, başlanğıcını, e, səbəblərini və mahiyyətini öyrənən fəlsəfə sahəsidir. Fəlsəfənin yəni mövzuları fiziki dünyadan kənar metafizika varlığın, kainatın ve təbiətin fiziki hüdudlardan kənar tərəflərini, başlanğıcını, səbəblərini və mahiyyətini öyrənən fəlsəfə sahəsidir. Yəni fəlsəfənin mövzuları fiziki dünyadan kənar araşdıran sahəsidir. Sadə dillə desək, gözlə görünməyən, əllə tutulmayan, amma varlığını düşüncə ilə anlamağa çalışdığımız şeylərdir. Düşüncə, yəni düşüncə ilə. Yəni metafizika və empirizm, yəni terminlər arasında fərq var. Özünüz də görəcəksiniz Allahın izni ilə. Yəni metafizika deyiləndə sadə dillə desək nə başa düşülür? Gözlə görünməyən, əllə tutulmayan, amma varlığını düşüncə ilə anlamağa çalışdığımız şeylər. Məsələn, ruh varmı? Məsələn, kainatdan əvvəl nə var idi? Ədalət nə olan şeydir? Nə məsələn, şuur nə olan şeydir? Məsələn, buna çox misal getirmək olar. Bu metafizika yani terminin kısa bir şekilde ilmi ve sade dilde bir izahıdır ki karşı taraf başa düşsün. Yaxşı, biz empirizm nədir? Empirizm termini yani tecrübeçilik veya ona tecrübeçilik de demək olar veya empirizm. Yani felsefede biliyin sadece tecrübe vasıtasıyla elde edildiğini öne süren bir nəzəriyyədir. Bir daha qeyd edirəm. Empirizm yani dedikdə nə başa düşmək lazımdır? Tecrübeçilik. Tecrübeçilik veya empirizm felsefede biliyin sadece tecrübe vasıtasıyla, tecrübe, laboratoriya. Yani bir şeyi tecrübe etmək lazımdır. Laboratoriyaya soxmaq lazımdır, yoxlamaq lazımdır. Felsefede biliyin sadece tecrübe vasıtasıyla elde edildiğini öne süren bir nəzəriyyədir. Yani bunu empirik felsefede ve elimde tecrübeye yani empirizm veya da empirik felsefede ve elimde tecrübeye, müşahideye ve duygu organlarına esaslanan məlumat veya yani belli üsulları ifade edir. Müəyyən yani tecrübeye dayanan bir şeydir yani. Felsefede ve elimde tecrübeye, müşahideye ve duygu organlarına esaslanan bir məlumatı ortaya koyup tecrübe ettikten sonra ortaya koyan bir yani nəzəriyyədir. Yani sade izahı gördüğüm, eşittiğim, laboratoriyada sınaktan keçirebildiğim her şey empiriktir. Gördüğüm, eşittiğim, laboratoriyada sınaktan keçirebildiğim her şey empiriktir. O zaman e, bu terminle empirik ve o zaman
bu iki terimin arasındaki fərq nədədir? Metafizika və empirizm. Metafizika təcrübəyə dayanmır. Əsla və əsla. Təcrübəyə dayanan bir şey deyil. Yəni biz e, e, dediyim, az öncə qeyd etdiyim kimi gözlə görünməyən, əllə tutulmayan, amma varlığını nə gözümüzlə görə bilirik, nə əlimizlə tuta bilirik, nə təcrübə edə bilirik. Amma o şeylərin varlığını düşüncə ilə anlamağa çalışırıq. Düşüncə ilə, təcrübə etmədən. Empirizm isə əksinə. Empirizm isə bir şeyi qəbul etməsi üçün onu təcrübə etməsi lazımdır. Yəni gördüyüm, eşitdiyim, laboratoriyada sınaqdan keçirə bildiyim hər şey empirikdir, həqiqətdir, doğrudur və mən bunu, məsəl üçün, bu iki terminin arasındakı fərq budur. Ateist deyir ki, ateistlər yəni deyirlər ki, yalnız empirik olan şeyləri qəbul edirik. Çünki onları yoxlamaq mümkündür, laboratoriyaya salmaq mümkündür, təcrübədən keçirmək mümkündür. Amma məsələn, metafizikaya gəldikdə ateistlər deyirlər ki, metafizik şeylərə dəlil yoxdur. Niyə görə dəlil yoxdur? Çünki o metafizika yəni təcrübə edə bilmədikləri şeylər bu sahəyə aiddir, bu nəzəriyyəyə aiddir. Çünki onu təcrübə edə bilmirlər, onu yoxlaya bilmirlər. Çünki nə görə bilmirlər, nə əlləri ilə tuta bilmirlər, nə qoxusunu ala bilmirlər. Onlar deyirlər ki, təcrübə edə bilmədiyimiz şeylərə, yəni metafizik şeylərə dəlil yoxdur. Ona görə də biz metafizik şeyləri ciddiyə almırıq, yəni qəbul etmirik. Elmin özü metafiziki fərziyyələrə əsaslanır. Riyazi aksiyonlar olsun, səbəbiyyət prinsipi və s. və ilaxir. Bunlar özü, yəni metafiziki fərziyyələrə əsaslanır. Yəni metafizikanı inkar etməyin özü metafiziki bir mövqedir. Dəlil tələbi dəyər mühakiməsidir. Özü də metafizikdir. Empirizm yalnız empirik şeyləri qəbul edirəm demək, yəni belə bir iddia özü empirik deyil. Yalnız empirik şeyləri, yəni təcrübə etdiyim şeyləri, yəni yalnız empirik şeyləri, yəni təcrübə etdiyim şeyləri, yoxladığım şeyləri, yəni təcrübədən keçirdiyim şeyləri qəbul edirəm. Bu iddia özü empirik deyil. Çünki bu iddianın özünü deyir, laboratoriyadan, sınaqdan keçirib yoxlamaq mümkün deyil. Yəni bu iki terimini çox gözəl bilmək lazımdır. Çünki ateistlər danışanda bu ən çox da bu terminə dayanaraq danışırlar və qarşı tərəf metafizika nə deməkdir anlamır, empirizm demək nə deməkdir anlamır və anlamadığı üçün də danışdığı ateistin qarşısında aciz qalaraq şübhəyə düşür. Yəni şübhəyə də düşmək çox böyük bir fəlakətdir. Çox böyük bir fəlakətdir. Yəni o cəhalət insanın ən böyük düşmənidir. Buna görə bu terminləri çox gözəl bilmək lazımdır ki, metafizika nə deməkdir, empirizm nə deməkdir. Artıq biz basit bir, asan bir dildə metafizika və empirizm terminlərinin izahını etdiyimə görə biraz daha geniş bu terminlər barəsində danışıb, yəni ateistlərin təbii ki iddialarını çürüdərək və onlara rəddiyə verə bilərik inşallah Allahın izni ilə. Ateistlərin ən çox gətirdikləri, əsaslandıqları yəni ən məşhur iddia şübhə, istər iddia adlandıraq onu, istər də şübhə, odur ki, onlar belə bir şübhə atılır ortaya. Metafizik yanaşma empirik olmadığı üçün etibarsızdır. Metafizik yanaşma empirik olmadığı üçün etibarsızdır. Yəni, sadə dillə desək, əgər sən
bir şeyin var olduğunu iddia edirsensə, bunu mənə ateist deyir. Bu cümlə öz iddiasıyla bunu mənə demək istəyir ki, ey müsəlman, əgər sən deyirsənsə ki, Allah var və yaxud cənnət var və yaxud cəhənnəm var, yaxud da hesab günü var və s. və ilaxırı. Nəyinsə var olduğunu iddia edirsənsə və bunu yəni təcrübəyə əsasən, yəni yoxlayıb, dəlillərlə yoxlayıb, ispat edib mənim qarşıma qoya bilmirsənsə, yəni bunun üçün heç bir dəlil yoxdursa səndə, yoxlaya da bilməzsənsə də, laboratoriyaya sala bilməzsənsə, yəni istər həqiqi mənada, istər məcazi mənada, o zaman bu metafizik bir şeydir, empirik değil. Çünkü sen onu yoxlaya bilmirsən. Onu dəlillə sübut edə bilmirsən. Deməli, bu metafizik bir şeydir. Dəlillə yoxlaya biləcəyin bir şey değil. Laboratoriyaya sala biləcəyin bir şey değil. Ona göre de ateist deyir ki, yani eğer öz iddialarını, ey müsəlman, çürüdə bilmirsənsə, dəlillə ortaya qoya bilmirsənsə, bu metafiziki bir şeydir, empirik değil. Ona göre mən səndən bunu qəbul etmirəm. Halbuki empirizm, yani empirizm nəzəriyyəsi özünü belə sübut edə bilmir. Yani yalnız müşahede ettiğim şeyler realdır. Yani ateistin bu dediğine göre sadece ve sadece ona göre empirik olan şeyler realdır. Sen eğer bir şeyi yoxlayabilmirsense, delille ortaya koyabilmirsense, onun dediğine göre o real olan bir şey değil. Yani ben deyəndə ki Allah var, bu real bir şey değil, ateist deyir. Bu mənə ateist deyir. Mən deyəndə ki cənnət və cəhənnəm var, ateist deyir ki bu real bir şey değil. Çünki sən onu sübut edə bilməzsən. Halbuki empirizm özünü sübut edə bilmir. Başa düşürsünüz? Yani yalnız müşahede ettiğim şeyler realdır. Yani görebildiğim şeyler realdır. Tutabildiğim şeyler realdır. Yani gözümle görüp, kulağımla eşittiğim, ellerimle yani bu kimi şeyler, hansı ki mən onu görə bilərəm, eşidə bilərəm, toxuna bilərəm, yoxlaya bilərəm, təcrübəyə sala bilərəm. Yalnız müşahidə etdiyim şeylər realdır. Bu ifadənin özü-özlüyündə, yəni müşahidə edilə bilməz. Bu ifadənin özü-özlüyündə müşahidə edilə bilməz. Demək ki, bu ifadənin özü də metafizik bir iddiadır. Yəni belə bir iddianın özü metafizik bir iddiadır. Bunu çok dinleyicilerden çok xahiş edirəm. Bu cümleye özellikle dikkat etsinler. Yani ben diyerken ki yalnız ve yalnız müşahede ettiğim şeyler realdır. Müşahede ettiğim şeyler realdır. Bunun doğruluğunu, bu ifadenin doğruluğunu, doğru olduğunu nece müşahede etti bu ateistler? Bu ifadenin, bu cümlenin özlüğünü müşahede edilebilecek bir şey değil, yoxlanılabilecek bir şey değil. Deməli, bu mövqe özü metafizik bir mövqedir. Bu cümlenin özü hakkında. Yani bunu özellikle dinleyicilerin dikkat etmesini xahiş edirəm. Bunu yani biraz daha genişlendirilmiş şekilde cevap vermək olar Allah'ın izniyle. Birincisi, empirizmin özünü sübut edə bilmir. Belə bir problem var. Empirizm özünü sübut edə bilmir. Empirik, yani bu empirizm nəzəriyyəsi yaxud da empirik metod iddia edir ki, hər hansı düzgün bilgi mütləq his orqanları vasitəsilə yaxud da müşahidə yolu ilə gəlməlidir. Əgər his orqanları vasitəsilə və müşahidə yolu ilə gəlmirsə, bu şey metafizik bir şeydir. Yəni həqiqəti olmayan bir şeydir. Ümumiyyətlə olmayan bir şeydir. Qəbul edilməyəcək bir şeydir. Yoxdur belə bir şey.
Lakin bu iddianın özünü yəni empirik şəkildə yoxlamaq mümkün deyil. Bu cümlənin özünü empirik, bu metodun özünə dayanaraq yoxlamaq düzgün deyil. Yəni ateistlərin bizlərə dedikləri bu iddia, bu cümlə ki, həqiqi olan, yaxud da həqiqət olan yalnız hiss orqanlarımızın vasitəsilə, yaxud da müşahidə yolu ilə təcrübə edə bildiyimiz şeylərdir. Yoxlayıb dəlillərlə ortaya qoyduğumuz şeylərdir. Bu cümləni, yəni onlar deyərkən öz hissləri ilə, öz onlar orqanları ilə müşahidə edə bilirlər. Bu dediklərini onlar müşahidə edə bilirlər. Müşahidə edə bilmirlər. Yoxlaya bilirlər. Yoxlaya bilmirlər. Onlar yəni həqiqi olan yalnız öz orqanlarımızda müşahidə etdiklərimizdir. Gördüklərimizdir. Hə? Məsələn, qoxularını aldığımız şeylərdir. Məsələn, tuta bildiyimiz şeylərdir. Məsələn, yox, laboratoriyaya sala bildiyimiz şeylərdir. Amma bu iddianın özünü nə görmək mümkündür? Nədir ki, hər hansı bir şəkildə müşahidə etmək mümkündür. Belə bir imkan yoxdur. Onlar öz dedikləri bu iddianı ölçə də bilmirlər. Nə görə bilirlər, nə toxuna bilirlər, nə də ölçə bilirlər. Bu mümkün olan bir şey deyil. Deməli, bu metafizik bir iddiadır. Yəni empirik deyil. Yəni, burada onlar dillərinə gətirdikləri, əsaslandıkları bu iddia ilə yəni özlərinin böyük bir ziddiyyət içərisinə atırlar. Empirizm de burada özüyle ziddiyet teşkil edir. Bu birincisi. İkincisi, empirik olmayan lakin mesela etibar ettiğimiz hakikatler, a priori hakikatler, empirik olmayan lakin etibar ettiğimiz hakikatler. Bakın ben ne diyeyim. Empirik olmayan lakin etibar ettiğimiz hakikatler. Mesela riyazi həqiqətlər müəyyən bir hissi təcrübədən çıxmır. Müəyyən bir hissi təcrübədən çıxmır. Onlar zəruri yəni zərurətlə bilinən şeylərdir. Yəni riyazi sübut müşahidəyə deyil, məntiqə əsaslanır. Riyazi yani sübut müşahideye değil, mentige esaslanır. Yani bu ne demektir? Yani riyazi sübut müşahideye değil, mentige esaslanır. Ben dedikdə ki, mesela 2 üstə gəl 2 4 edir, yaxud da 1 üstə gəl 1 2 edir, yaxud da paralel xəttlər kəsişmir və s. və ilaxır. Bu kimi qanunları hakkında danışdıqda bu kimi yani aksiyonlar yani tecrübeden çıkan aksiyonlar değil, zihni bir zərurətdir. Zihni zərurətlə bilinen şeylerdir. Bu demektir yani. Yani riyazi sübut müşahideye değil, məntiqə əsaslanır dedikdə, yani bunlar tecrübeye değil, zihni zərurətə əsaslayan dayanan şeylərdir deməkdir. Bu mənaya gəlir. Səbəbiyyət prinsipi. Səbəbiyyət prinsipi. Yani bu prinsiplərdəndir ki, yani biz bunun müşahidə yoluyla bilmərik yani, bilə bilmərik. Səbəbiyyət prinsipi, hər hadisənin bir səbəbi var. Yani yerlerde ve göylerde baş veren her bir şeyin sebebi var. Geçmişin ve geleceğin bütün hadiselerini görmemişik. Bütün kainatı müşahede edebilmerik. Ama biz bu prinsipe inanırıq. Sebebiyet prinsipine inanırıq. Yani bunu inkar etmek mümkün değil. Yani sebebiyet prinsipini bu empiri
metoduna dayanarak, nezariyesine dayanarak, empirizm nezariyesine dayanarak onu sübut etmek mümkün değil. Halbuki göylerde ve yerlerde baş veren her şey müəyyən bir sebebe dayanır. Bütün kainatı lakin biz müşahede edebilmirik. Biz göyleri ve yerlerin hamısını müşahede edebilmirik. Ama yine de biz bu prinsipe inanırıq, sebebiyet prinsipine. Çünkü o yani dünyanı anlamağın şərtidir. Sebebiyet prinsipi. Tecrübe ile yani sübut olunduğu için değil. Yani zaten edilebilmez. Yani sebebiyet prinsipi hislerle kavranılmır, başa düşülmür, anlaşılmır. Zihni bir zərurətdir, zihni bir vərdişdir. Sebebiyet prinsipi. O zaman bu köylerde ve yerlerde ümumiyyətlə kainatta baş veren her şeyde inkar etmək lazımdır. Çünkü tecrübe edilebilmeyecek bir sebebiyet prinsipi ne dayanır? Göylerde yerlerde baş veren her şeyin bir sebebi var. Sebep inkar olunursa, eğer sebebiyet prinsipi inkar olunursa, ona göre ki empirizm nezariyesine göre sübut edilebilmir, tecrübe edilebilmir. O zaman baş veren şeyler de yalandır. O zaman göyler de yalandır. O zaman yerler de yalandır. O zaman biz de yalanır. Her şey yalandır. Çünkü göyler yerler yalandırsa göylerin yerlerin içinde olan her şey de yalandır. O zaman bir şey kalmadı ki. Demek her şeyi empirizm nezariyesine göre yoxlanılmalıdır. Yoxlanılmalı yani yoxlanılması için mümkün olan bir şey olmalıdır. Tecrübe edilebilecek bir şey olmalıdır. Yok eğer değilse olmursa artık bu metafizik bir şeydir ve hakikati olmayan bir şeydir, doğru olmayan bir şeydir. Bu cefengiyattan başka bir şey değil. Mesela yine de empirik olmayan lakin inandığımız ve kabul ettiğimiz hakikatlerden biri de məntiqdir. Yani esas məntiq kanunlarını empirik şekilde sübut etmek mümkün değil. Məntiq kanunlarını, məntiqdə olan kanunları empirik nezariyesine göre sübut etmek hiçbir şekilde mümkün değil. Çünkü istenilen cəhd artık onları önce fərz edir. Yani məntiq kanunlarını empirizm nezariyesine göre kabul etmek mümkün değil. Ama biz bunun məntiq kanunlarını kabul ediyoruz. Məntiq kanunlarını kabul ediyoruz. Eğer kabul edəmiriksə, məntiq deyilən şey de yoktur, məntiq kanunları da yoktur. O zaman məntiqi kökündən silbatmış oluruq. Üçüncüsü, mesela empirik olmayan lakin mesela üçün kabul ettiğimiz, inandığımız həqiqətlərdən mesela nümunə olarak biri de şuurdur, qavrayış. Yani şuur. Yani başkalarının davranışını biz davranışlarını müşahede edebilərik. Ama onların mesela hislerini veya daxili şuurlarını empirizm nezariyesine göre ya da empirik şekilde müşahede edebilmərik. Yani ben karşımdaki insanın hislerini bu empirizm nezariyesine göre yani müşahede edebilmərəm, yoxlayabilmərəm onun hislerini. O hansı hisleri yaşayır? Hal-hazırda o hansı hisleri keçirir? Ben onun daxili şuurunu bilə bilmərəm. Ben onun da yani empirizm nezariyesine göre ben onun daxili şuurunu da bilə bilmərəm. O zaman gerek biz insanların da hislerini inkar edək, heyvanların da hislerini inkar edək ve şuuru da gerek inkar edək. Ama bunların hiçbir inkar edecek şeyler değil ki. Nece inkar edebiliriz? His var. Yoxlayabilməsən də his var. Empirizm nezariyesine göre biz bu hissi, bu şuuru, bu sevgini, insan acı çekir, acının zatını, acı olan şeyin zatını ve bu cinsten olan şeylerin hakikatlerini, zatlarını yoxlayabilmək üzrə bunlar var.
Ağıl, ağıl, ağıl dediğimiz şey mücerred bir şeydir. Ağıl. Ağılı hiçbir şekilde müşahede etmek mümkün değil. Harici alemde de müşahede etmek mümkün değil. Ağılı görmek mümkün değil, tutmak mümkün değil, eşitmek mümkün değil. Hiçbir şekilde. O zaman ne edek? Yani empirizm nezariyesine göre ağlı da mı inkar edek? Yani bundan daha büyük səfehlik olabilmez, bundan daha büyük cəfəngiyət olabilmez, bundan daha büyük yalan olabilmez. Demek ki eğer şuur metafizik bir ferziye olsa, yanaşma olsa da həqiqətdir. Bir bunu şuuru görebilmeseydi, də, yoxlayabilməsək ağlı görebilmeseydi, də, yoxlayabilməsək sevginin zatını, nifretin zatını görebilmeseydi, də, yoxlayabilməsək ve bu cinsten olan şeyleri görebilmeseydi, yoxlayabilməsək laboratoriyadan keçirebilməsək ki, həqiqətdir yoxsa yalandır. Yani bu bize el vermir ki, biz bunlara metafizik şeyler deyip onları reddedək. O zaman hiç yani zerre kadar ağlı olan bir insan da ister savadlı bir insan olsun, ister savadsız bir insan olsun, hiçbir zaman şuuru inkar etmez. Hiçbir zaman ağlı inkar etmez. Sevgini inkar etmez. Nifreti inkar etmez. Hisleri inkar etmez. Yani biz o adamın boğazına bıçağı dirəsəydi inkar etmez. Yaxşı, eğer biz bunları inkar etmiriksə, Allah var dedikdə ne için karşı taraf deyir ki Allah'ı görmüsən, görməmisən. Ya sübut et ki sen onu görmüsən, onun varlığını sübut et. Əks təqdirdə Allah dilən bir şey yoktur. Çünkü biz onu göre bilmirik. Ben onu görməmişəm. Heç kəs də onu görməyib. Nətər olur? Şuur qəbul olunur. Halbuki görünen bir şey değil. Ağıl qəbul olunur. Görünen bir şey değil. Sevginin həqiqəti, sevgi ne olan şeydir, zatı nedir? Biz onu bilmirik. Ruh. Ruhun həqiqətini bizim bedenimiz ruha dayanır. Öldüğümüzde ruh bedenimizden çıxır. Bizim bedenimizde ruhumuz var. Ama biz o ruhu hiçbir şekilde müşahede edebilmirik. Biz o empirizm nezariyesine göre yoxlayabilmirik. O demektir ki bizim yani bedenlerimiz ruhtan boşdur. Biz yaşadığımız təqdirdə ölene kadar ki o müəyyən bir müddət ki var yaşayır o. Bu o deməkdir ki bedenimiz ruhsuzdur. Çünkü biz o bedenimizde olan ruhu göre bilmirik, müşahede edə bilmirik, tuta bilmirik. Ümumiyyətlə ispat edə bilmirik. Onun həqiqətinin ne olduğunu bile bilmirik. Mahiyyətinin tərkibini bilmirik. Nedir ne deyil bilmirik. Ama kabul edirik. O zaman Allah'a niye göre inkar edirsiniz ki? O zaman cenneti niye göre inkar edirsiniz ki? O zaman cehennemi niye göre inkar edirsiniz ki? O zaman Allah'ın vaad ettiklerini niye göre inkar edirsiniz ki? Yattaş mesela, yattaş. Yani geçmişte yani baş vermiş bir hadiseni hatırlayanda o hadiseni indi müşahede edebilmezsen. Yani bir hadise. Geçmişte bir hadise baş verip biz o hadiseni hatırlayırıq. Lakin o hadiseni indi müşahede edebilmirik. Yalandı. Baş vermiş bir hadise hatırladığım zaman müşahede etmediğim için hatırladığım zaman o hakikat değil, yalandı. Yalan değil. Ama biz yaddaşımıza etibar edirik. Biz yaddaşımıza etibar edirik. Yaddaşın özü mücerred bir şeydir. Yaddaş. Yani onu tecrübe bile etmek mümkün değil. Yoklamak bile mümkün değil. Hem yaddaşın özü hem de o yaddaş vasıtasıyla hatırladığın şey. Ne yaddaşın özünü empirizm nezariyesine göre yoklayıp ispat etmek mümkündür. Ne de o yaddaş vasıtasıyla bugün
Keçmişdə baş vermiş bu gün xatırladığım bir hadisəsini müşahidə yolu ilə mən isbat edə bilmirəm. Demək, hər ikisi yalandır. Əgər yaddaş yalandırsa, dediyim kimi hər şey yalandır. İnsan da yalandır. Beyin de yalandı. Baxmayaraq ki, beynin bir həqiqəti, bir zatı var, bir forması var. Yəni çünki mən əgər keçmişdə olan bir hadisəni xatırlayıramsa və etibar edirəmsə, bu o deməkdir ki, mən yaddaşıma etibar etdiyimə görə ona inanıram, baş verdiyinə inanıram. Ona görə yox ki, mən bunu indi müşahidə edə bilirəm, yaxud da təcrübədən keçirə bilirəm. Yəni bu etibar, bu cür etibar etmək, yəni indiki təcrübənin nəticəsi deyil ki. Həqiqətini bilmədiyim, dərk etmədiyim, həmən o yaddaşa etdiyim etibarın nəticəsidir. O zaman ateistlərə görə gələk bunları da inkar edək. Bu nə qədər doğrudur? Yenə də empirik olmayan, lakin inandığımız, etibar etdiyimiz həqiqətlərdən biri də nümunə olaraq gələcək məsələsi, gələcək mövzusu, gələcək. Keçmiş yox, gələcək məsələn. Bütün elmi bilgilər gələcəyin, yəni keçmişə bənzəyəcəyi fərziyyəsinə əsaslanır. Yəni fiziki qanunların davamlılığı. Yəni bu fərziyyəni empirizm nəzəriyyəsinə dayanaraq empirik bir sübutla sübut etmək mümkün deyil. Mümkün deyil. Niyə görə? Məsələn, belə bir misal çəkim. Bir alim su qaynadır. Hər dəfə su 100 dərəcədə qaynayır, məsələn. Deyir, deməli, sabah da 100 dərəcədə qaynayacaq. Amma sabah hələ gəlməyib. Sabahın qaydasını bugün yoxlaya bilməz. Mən o sabah üçün olan yoxlamaq istədiyim şeyi bugün yoxlaya bilmərəm. Çünki sabah hələ gəlməyib. Keçmişdə belə oldu, gələcəkdə də belə olacaq demək üçün bir şeyə inanmalıyıq. Təbiət sabahda dünənki kimi işləyəcək. Təbiət sabahda dünənki kimi işləyəcək. Yəni bu inandı təcrübə ilə yoxlamaq mümkün deyil. Bu cür inanmağı, bu cür inancı təcrübə ilə yoxlamaq mümkün deyil. Çünki təcrübə edəndə artıq gələcək zaman keçmiş zaman olur. Təcrübə etmək istəsək, artıq gələcək zaman olmaqda qalmır. Gələcək zaman artıq keçmiş zamana çevrilir. Daha basit bir misal hər bir kəsin anlaması üçün, başa düşməsi üçün. Mən özüm qəsdən belə daha basit misallar çəkirəm ki, dinləyicilər Allahın izni ilə daha çox faydalansınlar. Ki bu ateistlərlə qarşılaşanda, yaxud da Allaha və Rəsuluna və İslam dininə təni edənlərlə qarşılaşanda ki, onlar bu cür kimi terminlərlə danışırlar, bu kimi terminlərlə qarşılarındakı insanın səslərini kesirlər, aciz buraxırlar. Aciz qalmamaları üçün özüm daha asan, daha basit bir dildə hər kəsin anlayacağı misalları misal olaraq dilə getirirəm. Məsələn, hər kəsin anlayacağı basit bir misal, istər bir gəncin, istər bir yaşlı adamın. Məsələn, toyuq məsələn, hər gün ona yem verən sahibini görür. Fikirləşir. Məsələn, düz indi heyvanla insanın arasında şuur yönündən, ağıl yönündən, fikirləşmə yönündən fərqlər. Biz bunları bilirik, bunları dilə getirməyə ehtiyac yoxdur. Sadəcə misal olaraq qeyd edirəm ki, dinləyicilər nə demək istədiyimi yaxşı başa düşsünlər. Fikirləşir, sabah da yem verəcək, yəni mənim sahibim mənə. Amma məsələ bir gün sahibi onu kəsməyə gəlir.
Toyuğun yani sabah da dünənki kimi olacaq inamı burada işləmədi. İşləmədi. Yəni deməli bütün elm bu cümləyə söykənir. Gələcək keçmişə oxşayacaq. Baxın ha, bu metafizik bir yanaşmadır. Empirik yanaşma deyil. Gələcək keçmişə oxşayacaq. Amma bu cümlənin özünü heç bir təcrübə ilə sübut etmək olmur. Olmur. Mümkün değil. Geləcəkdə baş verəcək heç bir şeyi empirizm nəzəriyyəsinə dayanarak empirik bir metodla sübut etmək mümkün değil. Çünkü sübut üçün gələcəyi indidən görməliyik. Bu sadəcə yani qəbul ettiğimiz bir güvəncdir. Güvənc, inam güvənci. Yani biz niye göre yani təbiətin qanunu sabah da eyni olacaq deyəndə biz hardan bilirik ki təbiətin qanunları sabah da bugünkü kimi olacaq? Heç yerdən. Heç bir elmi əsasda. Yani bunu sübut edə bilmərik biz. Çünkü sabah da eyni olacaq sözünü yoxlamaq üçün gərək sabah gələ biz də onu təcrübə edək. Ama tecrübe etsek o artık sabah olmur, bugün olur. Elm üzerine həmişə deyirik, elmi dilde deyirik ki, su məsələn həmişə 100 derecede qaynayır. Ama o həmişə sözünün içində gələcək də var. Gələcəyi ise heç kim görməyib. Ona göre gələcək keçmişə oxşayacaq sözü sübut değil. Bir güvencdir, yaxud da güvendir. Elm bu güvenin üstünde dayanır. Elm bu güvenin üstünde dayanır. Yani metafizik mənhəcin yanaşmanın üstünde dayanır. Ama biz gələcəyi de inkar etmiyoruz ki. Fizik kanunlarının devamlılığını da gələcək üçün inkar etmiyoruz ki. Bugün tecrübe edebilmediğimize göre gələcəyi. Ne geleceği inkar etmirik, ne geleceğde həmin o kanunların devam etmesini inkar etmirik. O zaman diğer şeyleri niçin inkar edirik ki? Ha? Allah Azze ve Celle'ni niye göre inkar edirik ki? Ha? Cenneti, cehennemi niye göre inkar edirik ki? Ahiret dünyası niye göre inkar edirik? Hesabı niye göre inkar edirik? Öldükten sonra dirileceğimizi niye göre inkar edirik? Niye göre ruhumuzu inkar etmiyor? Ruhun həqiqətini heç kəs bilə bilmir. Mən dəfələrlə təkrar edirəm və özüm bilə-bilə qəsdən təkrar edirəm. Ruhumuzu niye göre inkar etmirik? Ağlımızı niye göre inkar etmirik? Şuurumuzu niye göre inkar etmirik? Gələcəyi inkar etmiriksə, gələcəkdə qanunların devam edəcəyinə də inanırıqsa, heç bir elmi əsas olmadan metafizik bir nəzəriyyənin üzərinə dayanarak inanırıq buna. Bu tecrübeden geçen bir şeydir. O zaman bunları niye göre inanmırıq, qəbul etmirik ki? Her bir kəs, ateistlerden her biri ziddiyet düşüncelerinde ziddiyet içinde olan her bir kəs bu suallara benim verdiğim bu suallara cavablandırarak baxsın görsün ki həqiqət hardadır və həqiqət nədir, nədən ibarətdir? Dördüncü əsaslardan da biri odur ki, yəni empirik olmadığı halda inanıb etibar ettiğimiz şeylerden biri de əvəzləmə yox, tamamlama qanunudur. Metafizikanın yalnız empirik olmadığı için etibarsız olduğunu dile getirmek böyle bir iddia ileri sürmek metodların yani iki metodunun yaxud da bir çox metodların qarışdırılması deməkdir. Yani zaten bu iki metodu birbirine qarışdıran digər metodları da qarışdıracaq. Bir daha qeyd edirəm. Metafizikanın yalnız empirik
olmadığı için etibarsız olduğunu demek, iddia etmek iki metodun, metafizik ve empirizm metodunun karıştırılması demektir. Empirizm fiziki dünyanı öğrenmek için yararlıdır. Lakin varlık sualları mesela karşısında sadece varlık sualları değil, bir başka suallar karşısında da mesela aciz kalır. Mesela kainatın varlığının sebebi nedir? Kainatın varlığının sebebi. Bu kainat var. Ama niye göre var? Yani empirizm nəzəriyyəsi bunu cavablandıra bilməz. Hiçbir şekilde cavablandıra bilməz. Şuur nedir? Bunu empirizmin empirizm nəzəriyyəsinə görə, nəzəriyyəsinin tərifinə görə şuurun ne olduğunu ortaya koya bilməz. Xeyir nedir? Şer nedir? Xeyir olan şey nedir? Şer olan şey nedir? Bunları da ortaya koya bilməz. Hiçbir şekilde esaslandıra bilməz. Eğer laboratoriyada ölçülebilmeyen yani her bir müddeanı yahut da iddianı da laboratoriyada ölçülebilmeyen her bir iddia ettiğimiz şeyi yahut da iddia edilen bir şeyi itibarsız elan etsek onda yani riyaziyat, mentik, sebebiyet prinsipi, yaddaş, şuur, akıl, his, sevgi, nifret vesaire ve ilahı bunların hamısı etibarsız olar. Yani bunlar yani yalan olanlar. Gerek bunların hiçbirinin hakikati olmasın. Bu şeyleri de iddia edenler yalancıların en büyüğüdür. Elimsiz danışan insanlardı. Çünkü empirizm laboratoriyasına salabilmirlər. Orada salıp yoxlayabilmirlər. Onun o tərifine göre. Bu ise absürttür yani. Bu absürttür. Deməli ki, etibarlılığın birden çox meyarı var. Etibar etmeyin birden çox meyarı var. Mentigi uyğunluq, mesela izah gücü, fitri dəlalət, yani ona deyirlər bədahətən doğruluq ve bize ümumi verilenlerle uzlaşma. Mesela gələcək də mesela keçmişdəki kimi devam edəcək. Hə? Geçmişte, gelecekte de fiziki kanunların yani devam etmesi geçmişteki kimi olacak. Ümumi verilenlerle uzlaşma tekçe hissi müşahedeye kadar azaldırılmamalıdır hiç olmasa. Yani hissi müşahedeye kadar azaldırılmamalıdır. Bu kimi şeylerde hissim yani ben bu şeyleri kabul etmem için onlarda hissetmeyi müşahede etmək kimi şərtlərini qoymalı deyiləm. Çünki mən bunları hiss edə bilmərəm ki. Çünki mən bunları, məsəl üçün, bir çox şeyi müşahidə edə bilmərəm ki. Və bunlar da çoxdur. Kainat niyə görə var? Ədalət nə olan şeydir? Ruh nə olan şeydir? Niyə görə dünya yaradılıb? Sonra nə olacaq? Bir çox suallar var. Ve bunların bu sualların hiçbirini empirizm nəzəriyyəsinə göre biz cavablandıra bilmərik. Metafizika nəzəriyyəsinə göre ancaq cavablandıra bilərik. Biz bu kimi şeyleri inkar ettikdə bütün kainatı inkar etmiş oluruq. Görmediğimiz hakikatte var olup lakin görmediğimiz her şeyi inkar etmiş oluruz. Bir şeyi inkar etmiş olmuyoruz. Her şeyi inkar etmiş oluruz. Ve bir mukabil neticesinde de ve bu şeyleri inkar ederken özümüzü de inkar etmiş oluruz. Özümüzü de inkar etmiş oluruz. Çünkü bizim de şuurumuz var, fikirləşirik, düşüncemiz var, ruhumuz var. Gerek onda her şeyden önce özümüzü inkar edək. Eğer ben Allah'ı görmediğim için inkar edirəmsə, o zaman ağlımı da inkar etmeliyim ki, ben özümə heç bir şekilde ağıllı deyə bilmərəm.
Əgər mən Allahı görmədiyim üçün Allahı inkar etməm gərəkirsə, onda gərək bədənimdəki ruhu da inkar edim mən. Və sadəcə bunlar deyil, bir çox şeyləri gərək mən inkar edim. Demək ki, hər şeydə hər şeyi ölçə bilmərik. Hər şeyi yoxlaya bilmərik. Bu mümkün olan bir şey deyil. O zaman heç bir ateist karşındaki bir insana Allah'ın var olmadığını sübut etmek için yani bu eğer mən bir şey görmürəmsə, yoxlaya bilmirəmsə, ölçəyə bilmirəmsə, o empirik değil, metafizik bir şeydir. O zaman mən onu qəbul etmirəm. Bu cür iddia ortaya atarak Allah'ı inkar edebilmez. Çünkü bu cür iddia koyup Allah'ı inkar edecekse o zaman Allah'tan önce öz hayatında, özünde ve harici alemde olan birçok şeyi gereği inkar eləsin. Ama inkar edebilmez. O zaman Allah'ı da inkar edebilmez. Şəri yöndən bu ateistlərin içində olduqları bu ziddiyyata yaxud da bu şübhələrinə, yəni ortağa atdıqları, yəni bu şübhəyə cavab verməyə gəldikdə isə elhamdülillah en qədər cavabla cavab vermək olar. Onların şübhələrini kökündən, yəni baltalamaq olar. Kur'an-ı Kerim açık şekilde bildirir ki birçok ayelerde Allah'ı bu dünyada gözle görmek mümkün değil. Lakin yani onun varlığına ağıl ve fitret delaletidir. Yaratılış, tabiat, kainat ve kainatın içindeki canlı olan yani her şey istisnasız. Yerlerde ve göklerde olan her şey Allah'ın gözümüzle Allah'ı görmeseydi onun var olduğuna delalet edir. Yüce Allah El-A'raf suresinin 143. ayesinde belə buyurur. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. ولما جاء موسى لميقاتنا وكلمه ربه قال رب أرني أنظر إليك قال لن تراني ولكن انظر إلى الجبل فإن استقر مكانه فسوف تراني فلما تجلى ربه للجبل جعله دكا وخر موسى صعقا فلما أفاق قال سبحانك تبت إليك وأنا أول المؤمنين. Allah Azze ve Celle bu A'raf suresinin 143. ayesinde belə buyurur. وَلَمَّا جَاءَ مُوسَى لِمِيقَاتِنَا وَكَلَّمَهُ رَبُّهُ قَالَ رَبِّ أَرْنِ أَنْظُرْ إِلَيْكَ. Musa deyir, təyin etdiyimiz vaxtda, gəldikdə, yəni Allah Azze ve Celle mənim huzuruma gəldikdə, وَكَلَّمَهُ رَبُّهُ Allah onunla, yani Rabbi onunla, yani Allah onunla danıştıkta dedi. Yani kim dedi? قَالَ رَبِّ اَرْنِ أَنْظُرْ إِلَيْكَ. Musa dedi, Allah'a dedi, ey Rabbim özünü mənə göstər.
səni görüm. Anzur ileykə, sənə baxım. Özünü mənə göstər, ərini özünü mənə göstər, anzur ileykə, mən də sənə baxım. Yəni özünü mənə göstər ki, sənə baxım. Səni görüm. Qalə lən tərani. Allah Azze ve Celle ne buyurdu? Sen beni asla görebilmezsen. Velakin inzur ilel cebeli. Lakin deyir, dağa bax. Fe in isteqarra mekanehu fesevfe terani. Eğer o dağ yerinde sabit kalabilse, durabilse, o zaman sen de beni görebileceksen. فَلَمَّا تَجَلَّى رَبُّهُ لِلْجَبَلِ جَعَلَهُ دَكًّا وَخَرَّ مُوسَى صَعِقًا. Uca Allah dağa təcəlli etdikdə, Cəaləhu dəkkən və xarra Musə saiqa. Uca Allah dağa təcəlli etdikdə, dağı parça-parça etdi. Dağ parça-parça oldu. Və xarra Musə saiqa. Musa da huşunu itirib yerə yıxıldı. Yerə sarıldı, yerə yıxıldı. Fələmmə əfəqa. Özünə gəldikdə Musa nə dedi? Dedi ki, Subhanallah, Subhanek. Allah'ım sen bütün nöksanlardan, bütün eyiblərdən, müşriklərin sənə qoşduğu bütün nöksanlardan, eyiblərdən paksan, uzaqsan. Tubtu ileykə, mən sənə tövbə etdim. Və ənə əvvəl müminin. Mən sənə iman edənlərin birincisiyəm. Yəni burada ayədə nə başa düşürük? Allah Azze ve Celle Musa'ya ne dedi? Musa ne istedi Allah'tan? Allah'ı görmək istedi. Dedi özünü mənə göstər ki mən də sənə baxım. Ama Allah Azze ve Celle Musa'ya ne dedi? Bu dünyada məni görə bilməyəcəksən. Yəni görə bilməzsən. Lən orada gelecek üçün olan bir inkardır. Yani gelecekte inkar üçündür. Gelecekte baş verecek bir şey inkarı üçündür. Allah, uca Allah dağa təcəllikdə dağ yani tab getirmedi. Eğer dağ tab getirmediyse, paramparça oldusa, dağdan zayıf olan insanoğlu nətər tab getirebilir ki? Hiçbir şekilde mümkün değil. En'am suresinin 103. ayetinde Allah Azze ve Celle böyle buyurur. Eûzu billahi mineşşeytanirracim. La tudrikuhul ebsar ve huve yudrikul ebsar ve huvel latiful habir. Gözler onu derk etmez. La tudrikuhul ebsar. Gözler onu derk etmez. Ve huve yudrikul ebsar. O ise gözleri derk eder. O ise gözleri derk eder. Gözler onu derk etmez. O ise gözleri derk eder. O latiftir, her şeyden haberdardır. Yani idrak etmek, bu ayette nedir? La tudrikuhul ebsar. İdrak etmek. İdrak etmek yani ehate etmek demektir. Ayet ne diyor bize? Ayet diyor ki bu dünyada hiçbir göz yani Allah'ı ehate edebilmez. Ayet bunu inkar edir. Bu dünyada kiminse gözlerinin Allah'ı ehate edebilmesini, görmesini inkar edir. Ona göre de Ehl-i Sünnet vel Cemaat icma edip ki müminler ahirette Allah Azze ve Celle'ni görecekler. Yani nece görecekler? Onun keyfiyeti bize kalmayıp. Allah Azze ve Celle qalıb. Allah biz bəyəm ki niçin bu şekilde yaratıldığımızın Allah'ı bizi niçin belə yaratdığını keyfiyyətini, həqiqətini bilirik, dərk edirik, bilmirik. Niçin iki elimiz, iki ayağımız var? Niçin başka məxluqlar başka cürdür? Biz bunları cavablandıra bilərik, cavablandıra bilmərik. Ama cavablandıra bilmiriksə bu deməkdir ki biz bu cür yaradılmamışıq. Yox, bu cür yaradılmışıq. Başka məxluqatlar da o cür yaradılır. Ne bu onu inkar etmirik, ne de bunu inkar etmirik. O zaman Allah'ı kıyamet günü ahirette görebileceğimizi de yalanlamamalıyıq. Yalanlamamalıyıq ki nətər olur ki bu dünyada görmürük ama o biri dünyada görürük. Keyfiyyətini ancaq uca Allah bilir. Necəliyini ancaq uca Allah bilir. Yani demək ki bu ayədən nə başa düşdük?
İnkar edilen şey nedir? Allah'ı görmək. Harda? Allah'ı görmək bu dünyada. Bu dünyada, amma ahirətdə biz Allah'ı görəcəyik. Həmçinin də başqa bir ayədə Bəqərə surəsinin 55-ci ayəsində Allah Azze ve Celle buyurur ki: Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَنْ نُؤْمِنَ لَكَ حَتَّى نَرَى اللَّهَ جَهْرَةً فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنْتُمْ تَنْظُرُونَ. Allah Azze ve Celle Bəqərə surəsi 55-ci ayəsində belə buyurur. وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَنْ نُؤْمِنَ لَكَ. Yani Musa'nın qövmü bir zamanlar Musa'ya ne demişti? Ey Musa, لَنْ نُؤْمِنَ لَكَ حَتَّى نَرَى اللّٰهَ جَهْرَةً. Biz Allah'ı açık aşkar görmeyince sana asla inanmayacağız. Bəqərə surəsinin 55-ci ayəsində buyurun, açın, baxın, oxuyun. فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنْتُمْ تَنْظُرُونَ. Yani ve siz baxa bu halda iken Allah Azze ve Celle sizi yıldırım vurdu, helak etti. Baxa qaldınız. Bu cür halda yıldırım vurdu, sizi helak etti. Yani daha belə basit başa düşüləcək ve doğru anlaşılacak bir şekilde ayeti izah edeyim. وَاِذْ قُلْتُمْ يَا مُوسَى. Ve yadınıza salın ki siz, yani Musa'nın qövmü, لَنْ نُؤْمِنَ dediniz. Ne dediniz? لَنْ نُؤْمِنَ لَكَ حَتَّى نَرَى اللّٰهَ جَهْرَةً. Ve yadınıza salın ki siz, yani Musa'nın qövmü, ya Musa, Allah'ı açık aşkar, yani tam şekilde aşkar şekilde görmeyince hiç o sana inanmayacak dediniz. Yahut da dediğiniz zaman, bu cür dediğiniz zaman ne oldu, ne baş verdi? فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَاَنْتُمْ تَنْظُرُونَ. Bu cür dediğinizde zaman gözünüz göre sizi yıldırım vurmuştu. Yani helak etti. Yani onlar bu dünyada, Bəqərə surəsinin 55-ci ayəsinə göre Allah'ı açık aşkar görmek istemeleri, yani haddi aşmak idi. Allah da onları yıldırımla cezalandırdı. Bu da gösterir ki Allah'ın bu dünyada görülmesi baş veren bir şey değil. Əsla ve əsla. Kur'an bu kimi ayələrlə, birçok ayələrlə sübut edir ki Allah'ı bu dünyada görmek mümkün değil. Bu dünyada gözler Allah'ı dərk edə bilməz, əhatə edə bilməz. Ama ahirette mütləq mümin olanlar, kafir olmayanlar, münafik olmayanlar, mümin olanlar, Allah'ın ihlaslı kulları, tevhid ehli Allah'ı görecekler. El-Kıyamet suresinin 22. 23. ayələri. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vucuhun yevmeizin nazirah ila rabbiha nazirah. O gün yani yüzler, yani birçok yüzler nurlu olacak, parlayacak. İlâ rabbiha nazirah. Öz Rəblərinə baxacaqlar. İslam alimleri de deyirlər ki, İslam alimleri hem önceki hem zamanımızdaki muasir alimler deyirlər ki, bunu qeyd edirlər ki, bir şeyin həqiqəti yalnız hiss olunanlardan ibarət değil. Dikkat edin. Bir şeyin həqiqəti var olması yalnız hiss yani olunanlardan ibarət değil. Yani o var, mövcuttur demek için onu hiss etmeyin şart değil.
Ne için? Çünkü melekler de var. Ama biz bunları hissedebilmiyoruz hiçbir şekilde. Cennet de var. Ama biz cenneti yoklayabilmiyoruz, meleklerin hakikatini yoklayabilmiyoruz, cehennemin hakikatini yoklayabilmiyoruz. Bütün bunlar hamısı realdı. Lakin empirik değil. Lakin empirik değil, empirik değil. O zaman ne edek? Allah'ı görmediğimiz için, melekleri görmediğimiz için, cenneti cehennemi görmediğimiz için, ümumiyyətlə o dünya ve o dünya içinde olan her bir şeyi görmediğimiz için, ondan da əlavə olaraq bu dünyamızda olanları görmediğimiz için, ondan da əlavə ötesi öz içimizde, bizim içimizde olanları görmediğimiz için ağlımızı, ruhumuzu, şuurumuzu vesaire ve ilahır neyini? Bunların hamısını inkar eder. Böyle bir şey mümkündür. Buna göre burada böyle bir məqamda deyilir ki, metafizik reallığı inkar eden kəs öz varlığının səbəbini belə izah edə bilməz. Bir daha qeyd edirəm. Metafizik reallığı inkar eden kəs öz varlığının, mən hələ başqa varlıqlardan danışmıram. Başqa varlıqları heç izah edə bilməz, amma mən hələ özündən danışıram. Metafizik reallığı inkar edən kəs öz varlığının səbəbini belə izah edə bilməz. Özündə olanları gələk yalanlasın. Ruhunu yalanlasın, ağlını yalanlasın, şuurunu yalanlasın, düşüncesini yalanlasın. Her şey ümumiyyətlə fərdi olaraq özündə, belə də insanların insan deyilən hər bir kəsdə, heyvan deyilən hər bir kəsdə, canlı olan hər bir şeydə ümumi olan şeylərin hamısını yalanlarsın. Ümumi olan şeylər də yalanlanarsa, bu canlı varlıqlar da yalanlanar, o zaman bir şey qalmaz. Bu isə yalanın ən böyüdü, ən beyaz yalandır. Bu dersimde inşallah bununla kifayətlənirəm. Bu birinci hissədə Allah'ın izniyle de devam olacaq. Velhamdülillahi Rabbil alemin. Esselamu aleyküm ve rahmetullah berekatuhu.